Hər vaxtınız xeyirli olsun, hamınızı xoş gördük, əziz soydaşlarım, əziz həmvətənlərim, hamınızı salamlayıram. Yeni bir proqnozla qarşınızdayam. Bildiyiniz kimi mən İranla bağlı çox proqnozlar vermişəm. Hətta yadınıza gəlirsə xatırladım ki, 2025-ci ildə İranın ali dini lideri Seyyid Əli Xameneinin ölümü ilə bağlı bir proqnoz vermişdim ki, həyata keçəcək bu. Ölüm xəbərini bütün dünya eşidəcək, belə bir proqnoz vermişdim və bu həyata keçdi və bu gün də 3 şəxsin, mühüm şəxsin proqnozunu verirəm ki, Abbas Araqçı, Müçtəba Xamenei və Həsən Amili. Bu 3 şəxsin ölüm xəbərini eşidəcəksiniz yaxın günlərdə. Bu mənim proqnozumdur. Bunu bir qayd edin və siz bunun şahidi olacaqsınız. Diqqətinizə görə təşəkkür edirəm. Videonu da bəyənin, paylaşın. Abunə olmamışsınızsa abunə olun. Diqqətinizə görə təşəkkür edirəm.